Bugün uşaqlığımızın ən sevimli dadlarından birini ev şəraitində südlü qənd hazırlayırıq. Qalın bir tavaya 1 kilo şəkər tozu, üzərinə də 250 ml süd və dadının daha da yumşaq olması üçün 2 xörək qaşığı qatılaşdırılmış süd əlavə edib, orta odda şəkər tam əriyənə qədər dayanmadan qarışdıra-qarışdıra bişiririk. Dostlar, kanalıma hələ də abunə deyilsinizsə, elə indi abunə olun ki, gələn videolarımı qaçırmayasınız. Qarışım qaynamağa başlayanda köpüklər əmələ gələcək. Rəngi tündləşib qatılaşana qədər bişiririk. Bu mərhələdə artıq zəif odda bişirmək lazımdır ki, dibi yanmasın. Süd kütləsi bişənə qədər badamları hazırlayaq. Badamın yerinə qoz, fındıqdan da istifadə eləyə bilərsiniz. Badamları bıçaqla iri hissələrə doğrayırıq və artıq qəndimiz də karamel rəngi alıb, indi isə doğradığımız badamları bura əlavə edib yaxşıca qarışdırıb ocaqdan götürürük. Hazır olan isti kütləni yağlanmış qaba boşaldıb üzərini hamarlayırıq. Bunu tez bir zamanda etmək lazımdır ki, qənd tez bərkiyir. Və mən burada formanı kərə yağı ilə yağlamışam, amma siz qətiyyən bunu etməyin. Duru yağla yağlayın, çünki sonuçda mən qəndi formadan güclə çıxartdım, amma duru yağla yağlasaydım asanlıqla çıxacaqdı. Və bir qədər gözləyirik ki, qənd formanın içərisində tam olaraq bərkisin, yəni tam soyduqdan sonra bərkiyəcək və o zaman da formanı tərs çevirib qəndi formadan çıxardıb doğrayırıq. Belə bir şirniyyatla çay içməyin ləzzəti tam başqadır. Gördüyünüz kimi evdə hazırlanan hər şey daha bərəkətli və daha dadlı olur. Bu videonu bəyəndisə rəy bildirməyi və yaxınlarınızla bölüşməyi unutmayın. Kanalıma da abunə olun ki, gələcək videolarımı qaçırmayasınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.